اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Bir çox insanlar sual verirlər ki, nə üçün Həzrəti İmam Məhdi əleyhissalamın zuhuru gecikibdir? Cavab olaraq əvvəlcə bu məsələyə aydınlıq gətirməliyik. Doğrudanmı Həzrəti Muntəzərin zuhuru gecikib ya yox? Əgər Həzrətin zuhuru gecikibsə, onda niyə gecikib sualı mənalıdır. Yox, gecikməyibsə, o zaman niyə gecikib sualı kökündən yanlışdır, xətalıdır. Bəziləri belə cavab verirlər ki, bəli, İmam Məhdi əleyhissalamın zuhuru gecikib və niyə gecikib sualı da mənalı sualdır. Onlar bir sıra rəvayətlərə söykənirlər ki, həmin rəvayətlərdə buyurulur ki, yer üzü zülm və haqsızlıqla dolduğu kimi Həzrəti Muntəzər Əcəlallahu Fərəcəhu Şərifin zuhuru ilə də haqq və ədalətlə dolacaqdır. Bir zaman gələr, yer üzünü zülm və haqsızlıq hər tərəfini bürüyər. Ondan sonra Allah-u Teala öz höccətini zuhur etdirməklə yer üzü tamamilə ədalət və insafla dolar. Bu rəvayətlərə söykənərək deyirlər ki, bugün də yer üzü zülmlə doludur. Ona görə İmam Məhdi əleyhissalamın zuhuru gecikib və niyə gecikib sualının da yeri var. Bu cavab naqis cavabdır. Tam deyil, kamil cavab deyil. Nə üçün? Çünki hələ yer üzü zülmün ilkin mərhələsindədir. Zülmün mərtəbələri var. Hazırda yer üzünün gördüyü zülm ilkin mərhələlərdən ibarətdir. Amma Həzrəti Məhdi əleyhissalam zülmün ən son, ən ağır və ən şiddətli mərtəbəsində zuhur edəcəkdir. Necə ki, buna dəlalət edən rəvayətlər var. Məsələn, İmam Cəfər Sadiq əleyhissalam buyurur, Lə yəkunu həzəl əmr. Bu əmr, yəni Həzrəti Məhdi əleyhissalamın zuhuru baş verməz. Həttə yəzhəbə sulsən nəs. Ta ki, yer üzündə insanların 2/3 həlak olmayınca. 2/3 həlak olandan sonra imam zuhur eləyəcək. Bu hədis dəlalət edir ki, İmam Məhdi əleyhissalam nə zaman zuhur eləyəcək? Zülmün ən ağır mərhələsində. O da yer üzündən insanların 2/3 aradan gedəndə. Və yaxud başqa bir hədisində İmam Sadiq əleyhissalam buyurur, Quddəməl qaim salavatullah aleyh Əcəlallahu Fərəcəhu Şərif Mavtən. İmam Məhdi əleyhissalamın gəlişindən əvvəl, zuhurundan əvvəl 2 ölüm baş verəcək. Əl-Mavtul Əhmər, qırmızı ölüm, vəl-Mavtul Əbyəz və ağ ölüm. Bu 2 ölümün nəticəsində hədisdə deyilir ki, 7 nəfərdən ikisi qalar. Əl-Mavtul Əhmər, qırmızı ölüm, əs-seyf, qılıncdır.
işarə edir müharibələrə, qan tökülmələrinə. Vel mevtul əbyəz, ağ ölüm isə ət-taun, taun xəstəliyidir və digər yoluxucu xəstəliklərdir. Elə bu hədis əvvəlki hədisə də işarə edir. Yəni bir zaman gələr, qırmızı ölüm və ağ ölümün nəticəsində çoxlu müharibələr, qan tökülmələr, taun xəstəlikləri və yoluxucu xəstəliklərin nəticəsində yer üzündə insanların 2/3 həlak olar. Ki 7 nəfərdən ikisi qalar. Və bu deyilənlər də hələ tam gerçəkləşməyibdir. O səbəbdən kimsə desə ki, İmam Məhdi əleyhissalamın zuhuru gecikib, səhvə yol verər. Qaldı ki, arxasıca desin ki, niyə gecikib? Salavat zikr edin. Həmçinin bir çoxları bu sualı da verirlər ki, niyə Həzrəti Məhdi əleyhissalam bu günə qədər zuhur etmədi? İndi baxaq, görək bu sual da əvvəlki sual kimi yanlışdır, yoxsa bu sual doğrudur? Səhih sualdır. Niyə İmam Muntəzər Əccalallahu Fərəcahu Şərif bu günə qədər zuhur etmədi? Yenə bəziləri bu suala cavab veriblər. Onlar deyiblər ki, sual yanlış sualdır, səhvdir. Nə üçün İmam Məhdi bu günə qədər zuhur etmədi sualı xətalı sualdır. Niyə? Çünki rəvayətlərdə göstərilir ki, Həzrət Muntəzər əleyhissalam bəğtətən zuhur eləyər, qəfildən. Hətta İmam Cəfər Sadiq əleyhissalamın hədisinə söykənirlər. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, لِأَنَّهُ هُوَ السَّاعَةِ İmam Məhdi əleyhissalamın zuhuru qiyamət kimidir. Allah-u Teala özü bilir qiyamətin vaxtını. Hətta İmam Sadiq əleyhissalam arxasıca buyurur, Əlləti qaləllah. İmam Məhdinin zuhuru saat qiyamət kimidir. Necə ki Allah-u Teala buyurur, Yəsəlunəkə ənis-səə Onlar səndən qiyamət barəsində soruşurlar ki, əyyənə mursəhə nə vaxt baş verəcəkdir? Qul, ey mənim rəsulum, de onlara, İnnəmə ilmuhə ində Rəbbi Qiyamətin elmi mənim Rəbbimin yanındadır. Allah-u Teala bilir. La yücəllihə li vaktihə Onun qiyamətin vaxtını aşkar etməz illə huvə Yalnız Allah-u Teala. İmam Sadiq əleyhissalam da buyurur ki, Həzrəti İmam Məhdi əleyhissalamın zuhuru qiyamət kimidir. Necə ki qiyamətin vaxtını Allah-u Teala aşkar edəcək, həmçinin İmam Məhdi əleyhissalamın da zuhur vaxtı Allah-u Teala'nın elminə bağlıdır. Qalə, başqa bir hədisdə deyilir ki, İmam Sadiq əleyhissalam Müfəzzələ buyurdu. Ya Müfəzzəl, ey Müfəzzəl. Müfəzzəl bilirsiniz də sahabəsi idi. La avqatu ləhu vəqtən. Mən onun üçün bir vaxt qoymuram ki, Həzrəti Məhdi əleyhissalam nə zaman zuhur eləyəcək, onun üçün, ondan ötürü bir vaxt qoymuram. Və la yuqat ləhu vəqtun. Heç bir nəfər də ona vaxt qoya bilməz ki, filan vaxtda İmam Məhdi əleyhissalam zuhur eləyəcək. Niyə? Allahın elmindir, elminə bağlıdır. Fəinnə mən vaqətə li məhdinə. Əgər kim bizim Məhdimiz üçün vaxt qoyarsa, onun zuhuruna vaxt təyin edərsə, fəqəd şərəkəllahu Teala fi ilmihi. Artıq Allahın elmində ona şərik olmuş olar. Nəuzubillah. Onun
Zuhur vaxtı ancaq Allah Taala'nın yanındadır. Odur ki, bəziləri belə cavab veriblər, deyirlər, yanlışdır o sual. Yanlışlıq nədədir? Yanlışlıq orasındadır ki, nə üçün Həzrət İmam Məhdinin zuhuru baş vermədi? Bu sual gizlin şəkildə vaxt təyin edir. Sanki baş verməli idi, niyə baş vermədi? Bu sual gizlin şəkildə vaxt təyin etdiyi üçün yanlışdır. Amma bu cavabın özü də yarımçıqdır, kamil deyil, naqis cavabdır. Həzrət İmam Məhdi əleyhissalamın zuhuru niyə bu günə baş vermədi sualı doğru sualdır əslində. Cavab niyə yarımçıqdır, kamil deyil? Çünki bəğtətən, qəfildən sözünü tam mənada başa düşmürlər. Qəfildən nədir? Qəfil, birbaşa ki, vaxtı bilinmir də. Qəfil sözünü onlar yaxşı başa düşməyiblər ki, cavab veriblər, cavabları yerinə oturmayıbdır. İndi bir hadisənin qəfildən baş verməsi o demək deyil ki, onun müqəddimələri yoxdur, əlamətləri yoxdur. Bəli, qiyamət günü elmi, onun vaxtını Allah bilir. Amma o demək deyil ki, qiyamətin əlamətləri yoxdur. Əlamətləri var da, hədislərdə göstərilibdir. Qiyamət gününün hələ qiyamət baş verməmişdən əvvəl onun müqəddimələri var. Əlamətləri hədislərdə göstərilibdir. Həmçinin İmam Məhdi əleyhissalamın da bəli zuhur vaxtını Allah bilir. Amma bu o demək deyil ki, zuhurun əlamətləri yoxdur. Axı hədislərdə zuhurun əlamətləri göstərilibdir. İndi bir nəfər də əlamətləri görəndə bir gözlənti yarana bilərdi onda. Deyə bilər ki, niyə İmam Məhdi əleyhissalamın zuhuru baş vermədi? Yəni bu sualı verməsi o əlamətləri görəndə doğrudur. Yanlış deyil ki. Yanlış olan qəfil deyib müqəddimələri, əlamətləri aradan aparmaqdır. Yanlış olan budur. Sualın özü səhih bir sualdır. Yaxşı, o suala onda necə cavab verir? Kamil cavab olsun. Kamil cavab bundan ibarətdir ki, Həzrəti İmam Məhdi əleyhissalamın zuhuru bir nəticədir. Mə'lul, nəticə. Və hər bir nəticənin var olması üçün tam səbəb olmalıdır. Hər nəticənin səbəbi var. Bir nəticənin ortalığa çıxmağı üçün onun tam səbəbi olmalıdır. Yaxşı, bəs tam səbəbin yaranmağı nəyə bağlıdır? 3 ünsürə bağlıdır. Tam səbəbin ortalığa çıxması 3 ünsürə bağlıdır. Birincisi, muqtəzi, əsas amil. İkincisi, şərt. Üçüncüsü, ədəmul mani, maniyənin olmaması. Məsələn, toxumun cücərməsi nəticədir. Bu nəticənin var olmağı üçün dedik tam səbəb lazımdır. Tam səbəbin özü də 3 ünsürdən yaranır. Birincisi əsas amil. Əsas amil nədir? Toxumun canlı olması. Toxum canlı olmasa sonradan necə cüzərə bilər? Ölmüş olmalı deyil də. Toxum canlı olmalıdır. Birinci toxumun canlı olması. Yaxşı, şərt nədir? İkinci, su, günəş, torpaq, bunlar olmalıdır. Üçüncü, maniyə olmamalıdır. Yəni torpaq duzlu olmamalıdır. Bu 3 ünsür, toxum canlı olmalıdır, şərti yerində torpaq, su, günəş olmalıdır, maniyə olmamalıdır, yəni torpaq duzlu olmamalıdır. Bu 3 ünsür birləşəndə tam səbəb yaranır və bu tam səbəbdən nəticə doğur. Yəni toxum cücərir. Başqa bir misal deyək. Maşının işləməsi nəticədir. Bu nəticə tam səbəbə bağlıdır və dedik ki, o tam səbəb də 3 ünsürdən təşkil tapır. Birincisi əsas amil. Əsas amil nədir? Motor sağlam olmalıdır. Mühərrik
Sağlam olmalıdır. Bu bir. Şərt nədir? Benzin və açar olmalıdır. Maniyə olmamalıdır. Üçüncü. O da nədir? Enerji yerində olmalıdır. Akkumulyator sağlam olmalıdır. Bu üç ünsür, mühərrik sağlam olmalıdır, açar və benzin olmalıdır və akkumulyator da sağlam olmalıdır. Bu üç ünsür birləşəndə tam səbəb yaranır və bu tam səbəbdən nəticə doğur. O da maşının işləməsidir. Eynən Həzrəti İmam Məhdi əleyhissalamın da zuhuru belədir. Bir, onun zuhuru nəticədir. Tam səbəb olmalıdır. Tam səbəb də üç ünsürdən təşkil tapır. Birinci ünsür əsas amildir. O da nədir? Həzrəti İmam Məhdi əleyhissalam mövcuddur. Quran-ı Kərimin ayələrinin dəlalətindən, hədislərin işarətindən İmam Muntəzər Əccəlallahu Fərəcəhu Şərif mövcuddur. Deməli, amil yerindədir. İkinci şərt. Şərt nədir? Cəmiyyət hazır olmalıdır. Bu cəmiyyətin hazır olması özü bir geniş mövzudur. Biz o geniş mövzunu bu qısa kəlamda yerləşdiririk. Cəmiyyət hazır olmalıdır, hər tərəfli. Üçüncü, maniyə olmamalıdır. Maniyə nədir? İnsanlar laqeyd olmamalıdır. Əgər insanlar laqeyd olsa, bu bir maniyədir ki, imam zuhur eləməyəcək. Deməli, amil yerindədir. İmam Məhdi əleyhissalam mövcuddur. Amma hələ ki zuhur baş verməyib, deməli, ya şərt yoxdur, ya da maniyə var. Ya cəmiyyət hazır deyil, cəmiyyət də hazırdırsa, ya da insanlar laqeyddir. Ona görə tam səbəb yaranmır və Həzrəti Məhdi əleyhissalam zuhur baş vermir. Nəticə özünü göstərmir. İmam Məhdi əleyhissalam nə zaman zuhur eləyəcək? Şərt də yerindədir, cəmiyyət hazırdır, maniyə də yoxdur, insanların da laqeydliyi yoxdur. İndi etiraf edək də biz özümüz laqeydik axı. Gün ərzində nə qədər İmam Məhdi əleyhissalamı yad eləyirik, nə qədər onun adından sədəqə çıxartmışıq, nə qədər onun üçün dualar etmişik, nə qədər ona hədiyyələr göndərmişik və s. və s. Hərə öz vicdanı ilə qalanda görür ki, çox azdır, laqeydliyimiz çoxdur. Bu imamın zuhurunun, o nəticənin baş verməsindən maniyə törədir. Tam səbəb yaranmır axı. Buna bir eynən oxşar bir bənzətmə deyim. Məktəbdə müəllim var. Dünyada da Həzrət İmam Məhdi var. Eyniləşdirirəm. Əgər sinifdə şagirdlər olmasa, dərs baş tutmayacaq. Əgər cəmiyyət hazır olmasa, İmam Məhdi əleyhissalam zuhur etməyəcək. Məktəbdə müəllim var, sinifdə də şagirdlər var. Əgər məktəbdə qarışıqlıq olsa, maniyyədir də, qarışıqlıq olsa, yenə dərs baş tutmayacaq. İmam Məhdi əleyhissalam var, cəmiyyət hazırdır. Əgər insanlar laqeyd olsa, yenə zuhur baş tutmayacaq. Nə vaxt olacaq? Məktəbdə müəllim var, sinifdə şagirdlər var, məktəbdə qarışıqlıq yoxdur, o zaman mütləq dərs həyata keçəcək. Həmçinin İmam Məhdi əleyhissalam mövcuddur, cəmiyyət hazırdır, insanlar da laqeyd olmasalar, zuhur mütləq həyata keçəcəkdir. Kamil cavab bax budur. O səbəbdən nə üçün bu günə qədər İmam Məhdi əleyhissalam zuhur etmədi sualı doğru sualdır. Cavabı da budur ki, çünki o bir nəticədir, hələ tam səbəb həyata keçməyibdir. Allah-u Teala Həzrəti İmam Məhdi əleyhissalamın zuhuru ilə gözlərimizi və qəlblərimizi sevincli və işıqlı qərar versin. Amin.